Dim test toplusu amin turşları 112-ci sual. Deməli, monoamin, monokarbon turşların homoloq sırasının birinci və üçüncü nümayəndəsi. Birinci nümayəndəsi hansıdır? Amin turşların birinci nümayəndəsi. Glisindir də. Bunun moleküler kütləsi neçədir? 75'dir. Yaxşı, bu olsun A. A hərfinə işarədir. Üçüncü nümayəndəsi hansı olar? Yəni 2 CH2 gələcək üstünə də. Yəni nə olacaqdır? CH6. Yəni NH2 CH6 COOH. Bəs bunun moleküler kütləsi neçə olacaqdır? Üstünə neçə gələcək? 28. Neçə olacaqdır? 2 CH2 gəlir də, yəni əlavə olur. 103 olur. Bu da olsun B. Deyək ki, birinci və üçüncü nümayəndəsi. Birinci A, üçüncü B. Bundan alınır dipeptid. Və 1 mol su. Burada neçədir? 75 üstəgəl 103 bərabər dipeptid üstəgəl 18. Neçə olacaqdır? 160. Bəli. 160 olacaq. Cavab nədir? C. Səhifə 308-də 120. Eyni monoamin, monokarbon üçündən əmələ gələn dipeptid. 2 amin turşusu deyək ki, alınır dipeptid. Bir mol su. Bunun da moleküler kütləsi 2M plus 12. 1 mol su ayrılırsa, üstəgəl 18 bərabərdir 2 amin turşusu deyirik. 2M üstəgəl 30. Amin turşusu da M üstəgəl 15. Və deməli burada nədir? Amin molekulunda karbon atomuna sayı qədər karbon atomuna doymuş bir əsaslı karbon turşusu. Turşudan amin turşusu, uyğun olan. Amin turşusu və buna uyğun karbon turşusu yazır. Nə yazır? C H plus 1 COOH. İndi bunun moleküler kütləsi M plus 15-dirsə, bəs bununki nə olacaqdır deməli? Nəyə çıxırıq? COH-lar çıxırıq. CNH nəyə çıxırıq? Burada NH qalır. Onda NH neçədir? 15. Bu da M olacaq. Bəli. Bunun moleküler kütləsi M olacaq. Cavab Y variantı. Karbon turşusu. %24. Əmələ gətirdiyi dipeptid molekulunda hidrogen sayı. Yəni 2A plus 2 hidrogen var. Yəni 2 amin turşusundan alınır dipeptid və 1 mol su. Burada 2A plus 2 sayda hidrogen var. Burada da nə qədər hidrogen var? 2 hidrogen var.
onda 2 amin turşusu bərabərdir. 2A plus 4'tür. Amin turşusu bərabərdir. Yəni A plus neçə? 2 hidrogen. Cavab A variantı. Səhifə 310, 146. Burada veribdir, uyğun olaraq 1-3 mol nisbətində götürmüş glisin və alanin. Glisin və alanin. 1 mol 3 mol nisbətində götürülür. Düzdür. Və cəm neçə mol olur deyirik? 4 mol. Və alınır polipeptid. Və polipeptiddə neçə peptid reaksiyası olur? 3 peptid reaksiyası olur. Burada 11 peptid reaksiyası varsa, 11 peptid reaksiyası varsa, onda bu neçə mol olur? 1 vaat çoxdur, yəni 12 mol. Alanin soruşur. Alanin nə qədər olur? Alanin molu. Yəni 4'də 3 hissəsi alanindir. 12'ni 4'də 3'ə. 9 mol. Ətraflı 3. Məsələn, əvvəlcə glisin yazaq. Glisinin molekülər kütləsi. Neçədir? 75. Sonra alanin yazaq. Alanin molekülər kütləsi. Neçədir? 89. İndi belə deyək. 3 müxtəlif dipeptid alır. Məsələn, bir glisin reaksiyasına almaq olar. Bəli. Məsələn, bir deyə bilək glisin. Alınır dipeptid. Yəni 75, istəyəcək 75 bərabərdir. Bunun emeri, bir də su. Deməli, neçə olacaq burada? 150 neçə? 132. Bunun molekülər kütləsi 132. 2. Məsələn, alanin ola bilər. Alınır dipeptid. Məsələn, alanin molekülər kütləsi 89-dir. 89 təcə, 89. Bunun molekülər kütləsi istəyəcək 18. Neçə eləyəcək? 160. Sonra glisin alanin. Dipeptid və yenə su. Yəni 75
üstəcə 89 bərabər bunun moleküler kütləsi, bir də belə. Şimdi bu neçə olacaqdır? 146. Şimdi burada şərtə görə M3 böyükdür M2, o da M1. M3 hansı olacaq deməli? 160. Bu M3'dür. Bu M3'dür. Bəs deməli M2 hansıdır? Budur. M1 də 132. Hə. Burada nə soruşur? M3 çıxaq M1'in fərqini soruşur. Birinci sual. M3 çıx M1 fərqi. Yəni 160 çıx 132. Neçə eləyəcək? 28. Elədir. Birinci 28'dir. Y-in molekulunda olan atomların sayı. Glisin üstəgəl alanin. Hə? Hə. Burada Y. Y deməli hansıdır? M2'dir, hə? Budur. M2'dir. Yaxşı, indi belə deyək. Glisin üstəgəl alanini buradan yazaq. Məsələn, glisində neçə atom var? Alanində neçə atom var? Burada neçə atom var? Bəli. 10. Burada neçə atom var? Ya alanı C2H4 diyor. C2H4. Hə. Burada neçə olacaqdır? 13. Yaxşı. Və bunun cəmi bir də suyu çıxırıq da, hə? Suda neçə atom var? 3. Və burada nə qədər atom olacaqdır? Üstdən suyu çıxırıq. Deməli 23, bu da neçə olacaqdır? 20 atom. Yəni ikinci cavabı nədir? 20 atom olacaq. Ətraflı 4. Kapalı sistemdə eyni mol sayda götürülmüş azot və etlamin. Molları eynidir. Amol azot, amol nədir? Etlamin. Bunun qarışığının yanmasında, bunun yanmasında, deyək ki, yanmasında 67 tam. Onda 2 litr azot alınır. Yəni neçə mol azot olubdur? 3 mol. Təbii ki, azot yanmır. Bu amol, bunun içində amol azot var ha. Bu amol üstünə gəlir. Burada da var. Bilir. Yəni bu dəyişmir. Dəyişən, məsələn, burada etlamin yanması. Demək, etlaminin yanmasını yazılır. Etlaminin yanması nədir? Karbon qazı, azot qazı və su. Deməli, burada 2 karbon, azot burada 0,5'dir deyək. 3,5 də nədir? Sudur. Məsələn, 1'ə 2 və 0,5. Amola 2 amol və 0,5
A mol düşür. 0,5 A mol. Deməli, 0,5 A molda azot buradan alır. Cəmi neçə moldur deyirik? 3 moldur. Şimdi A'nın qiyməti nə qədər olacaq? Onda 3 mol nəyə bərabər olur uşaqlar? A mol burada var idi əvvəldə. A mol azot var idi. Bir də 0,5 A gəldi. Bu da elədi 3 elədi. A neçə olacaq? 2. A 2 olacaq. Onda hər biri 2 moldur. Hər biri 2 moldur. Başlanğıc qarışığın həcmini. Başlanğıc qarışığın həcmi nə qədər olacaq? Deməli, cəmi neçə mol oldu başlanğıc qarışıq? 4 mol. Bəli. Dört moldur. Onda neçə olacaq? 89,6 litr. Başlanğıc. Elədir. Yanması zamanı alınan karbon qazının kütləsi. Karbon qazı. Biz burada dedik ki, karbon qazı 2A'dır. A neçə elədi? 2. Bəli. İndi buradan biz tapmışdıq onsuz da. Yəni 2A mol karbon qazı. 2A mol karbon qazı neçə mol deməkdir? 4 mol deməkdir. 4 mol karbon qazının kütləsi nə qədərdir? Karbon qazının molekülər kütləsi 44'dür. Bu da neçə olacaqdır? 176 qram. İkinci sualın cavabı 176'dır. Dokuzuncu sual. Dokuz gram etilamin. Etilaminin molekülər kütləsi neçədir? Neçədir molekülər kütləsi? Qırx beş. 9 gram etilaminin yanması. 9 gram etilamin dedikdə, məsələn, bunu mola çevirsək, neçə mol deyirik? 0, onda 2 mol deyirik. Etilaminin yanmasını yazılır. Burada söhbət nədən gedir? Qazlardan, ancaq qazlar. Bunun yanmasından karbon qazı, azot qazı və su. 2, bura 0,5. Məsələn, 1'ə 2 mol bu, 0,5 mol bu. Burada isə neçədir? 0,2 moldur. 0,2 mola neçə mol düşür? 0,4 mol. Bəs bubsi 0 tam neçə? Onda 1 mol. Düzdür? Yaxşı. İndi görək nə istəyir bizdən. Bunları tapdı. Əhəng suyundan keçirdikdə qazlardakı qarşıdakı qazların bir tam reaksiya daxil. Əhəng suyu olan qabın kütləsi neçə qram artırır? Əhəng suyuna reaksiya daxil olan hansı qazdır? Karbon qazdır. Deməli 1. Karbon qazı əhəng suyuna reaksiyası. Və nə alır deməli burada? Kalsium karbonat, çöküntü və su. Əhəng suyun kütləsi neçə qram artır? Yəni 0,4 mol karbon qazı artırır. O da neçə qram deməkdir? 0,4'ü vuruq 44. Neçə edir uşaqlar? 17,10. Qabın kütləsi 17,6 qram artır.
Bu bir. Birinci sualın cevabı. Neçə litr qazın əhəng su reaksiyası daxil olmadığını. Əhəng su reaksiyası daxil olmayan hansı qazdır uşaqlar? Azot qazdır. Əhəng su reaksiyası daxil olmayan azot qazdır. Azot qazda 0 neçədir? Onda 1 moldur. O da neçə litr deməkdir? 2,24 litr deməkdir. Onuncu sual. Deməli, amin turşlardır. X üstəgəl X. Dipeptit. Bir mol su. Bunun molekül kütləsi 132. Və 1 mol su 18 qram su. Şimdi onda bu cəm neçə olacaq? 2x-də 2x bərabərdir. 150. X nəyə bərabərdir? 75. X'in molekül kütləsi 75'dir. Və dipeptitdə neçə atom var burada? 17 atom var. Bunun deməli 17 atom buradadır. Üstəgəl 3 atomda hidrogendədir. Onda X'də neçə atom olacaqdır? 2x bərabər, düzdürmü? X'də, 1x'də 10 atom olacaq. 1x'də 10 atom olacaq. Sonra Y tapaq burada. Bunu yazdıq. X üstəgəl Y. Alınır dipeptit və 1 mol su. Bunun molekül kütləsi 146. X də deyir ki 75'dir. 75 üstəgəl Y bərabər 146 üstəgəl 18. Y neçə olacaqdır? 89. Yaxşı. Y 89. Burada 20 atom var. 20 atom. Bir də 3 dənə burada atom var. X'də dedi ki 10 atom var. Bəs Y-də nə qədər atom olacaq? 13 atom. Y-də də 13 atom. Bunu da tapdı. Sonra keçək Y üstəgəl Y. Yenə dipeptit və 1 mol su. Y molekül kütləsi 89. 89 üstəgəl 89. Və bunun da molekül kütləsi A-dır deyir. Və üstəgəl 18. A neçədir? 160. Atom sayına baxın. Y-də 13 atom var. 13 üstəgəl 13. Bərabərdir. B atom, B atom, bir də 3 atom. Onda B nəyə bərabərdir? 23. A 160, B 23. A və B-ni müəyyən elə.
11. 0,5 mol alkil amin. Yanmasından alınan qaz qarışığı adi şəraitdə içərisində artlamasına götürmüş. Əhəng suyu olan qabdan buraxdı. Qabın kütləsi 66 qram. Əhəng suyuna hansı qaz? Karbon qazı. Deməli, karbon qazı 66 qramdır. Yəni, karbon qazı əhəng suyuna kalsiyum karbonat 66 qram budur. 66 qram neçə mol deməkdir? Karbon qazı molyar kütləsi neçədir? 44'dür. Yəni, bu 1,5 mol deməkdir. 1,5 mol karbon qazı. Deməli, alkil aminin yanması. Bunun yanmasını tam yazmayacağım. Karbon qazı, bir də azot qazı. Hamısını yazdım. Şimdi bunun 0,5 molu yandıqda 1,5 mol karbon qazı alır. Bəs 1 molu yandıqda yəni N3 olur. 3 mol karbon qazı alır və 0,5 mol da azot qazı alır. Bəs onda 0,5 mol yandıqda deməli nə qədər azot qazı alır? 0,125 mol azot qazı alır. Bunu da qeyd eləmək olar. Verilmiş aminin molekulunda karbon atomlarının sayını müəyyən edir. Deməli, 3 karbon var. Bu CH9N. Birinci sualda cavab 3 karbon var. Yanma zamanı alınan qaz qarışığının həcmini. İkinci belədir ki, biz yenə bunu yazaq. CH9N. Bunun yanması. Karbon qazı, azot qazı və su. 3, bu da 0,5. 1'e 3, 0,5. Şimdi 0,5'e də, yəni bu belə deyək, cəmi neçə mol oldu? Məsələn, 1 mola görə neçə mol oldu? 3,5 mol. Düzdür? 1 mola görə 3,5 mol deyərik. 1 mola görə. Bəs 0,5 mola görə 1 tam neçə? %75 mol. 10 da 22, 10 da 4 litrə vursa 39 tam 10 da 2 litr deməkdir. İkinci sualın cavabı 39 tam 10 da 2'dir. Molekulunda maksimum 2 sayda polikovalent rabitəli olan alkil amin. Bu neçəli amindir? Məsələn, 1'li amin ola bilər, 2'li amin ola bilər, 3'li amin ola bilər. Və məsələn, bir nümunə deyim sizə. Məsələn, 1'li amin yazıram. Məsələn, CH7NH2. Belə deyək. Nümunə götürürəm. Sadəcə, məsələn, bilmək üçün bu hansı amin ola bilər? Bu deyil, sadəcə, məsələn, mən nümunə yazdım. Hə, məsələn, burada nə qədər polyar rabitə var? Nə qədər polyar kovalent rabitə var? Belə də. Nə qədərdir? 10 dənə. Məsələn, bu 1'li amindir. Məsələn, 2'li amin kimi yazsaq, bəs burada nə qədərdir?
Ne kadardır? 11 tane. Mesela İslam'ın kimi yazsa burada ne kadar olar? 12. Deməli, maksimum polyar rabitə neçə lamindədir? 3 lamindədir. Deməli, biz buradan bildik ki, 3 lamin olacaq. Yaxşı, mən bunu sırıram. Deməli, 3 lamin yazacaq. 3 laminin formulu. Yəni, sen H2N plus 3N. 3 lamin. Deyək ki, polyar rabitə olan alkil amil 0,25 molun yanmasına, bunun yanmasına təbii ki, karbon qazı, azot qazı və su. N karbon qazı, 0,5 mol azot qazı. Bunun 0,25 molu yandıqda burada 22,4 litrdir. Yəni 22,4 litr 1 moldur. Onda 1 mol yandıqda deməli neçə olacaq? 4. Deməli bu nə olacaq? C4 H neçə? 11N olacaq. C4 H11N. Onda X'i tapın. Birinci X'i tapaq. Deməli bu 3 lamindir dedik. C4 H9N'i necə yazarıq? 3 lamin formasında. Üç lamin formasında. Dimetil, etil, amin. Belədir. Dimetil, etil, amin yazarıq. Burada polyar kovalent rabitənin sayı nə qədər olar? Polyar kovalent rabitə 3, 6, hidrogenlər sayırıq 11, 12, 13, 14. Deməli 14 oldu. X 14'dür. Aminin kimyavi formulunu yazdıq. İkinci sualın cavabı olsa budur. Və bunu səmərə sulla adlandırırıq. Nə oldu adı? Dimetil, etil, amin. Belə. On beş. Məsələn, bir lamin yazsaq, sen H2N plus 1 NH2. Onda karbon, hidrogen, sigma rabitəsi 2N plus 1 olar. Ancaq orada görürsünüz, cüt rəqəm verir. Bu deyil. Birli deyil. İkili amin yazsaq, Cn, H, 2N plus 2NH. Burada karbon, hidrogen, sigma rabitəsi 2N plus 2. O da 8'e bərabərdir. N neçədir? 5. İslamini də yazsaq, yəni orada da tək rəqəm olur. Bəli. N işdir. Bu deməli kilomindir. Bu C3 H8 N NH. Belə. X maddəsinin quruluş formunu yazın. Biz bunun quruluş formunu nəyə yazaraq? Kilomindirsə. CH3 NH C2H5. Metil, etilamin.
Bu bir. Qeyri-polyar kovalent rabitənin sayını müəyyən edin. Burada nə qədər qeyri-polyar kovalent rabitə olar? Yəni karbon-karbon arasında. Qeyri-polyar kovalent rabitə karbon-karbon arasında. Bir dənə. Səmrəli adı da metil etil amil. On altı. Normal quruluşu beta amin turşusu. Beta amin turşusu əmələ gələn tripeptid molekulunda. Məsələn, belə yazar. 3 amin turşusudur. Anlı tripeptid və 2 mol su. 23 hidrogen var. 3 hidrogende neçə hidrogen buradadır? 4 hidrogen. 4 hidrogen de buradadır. Hə. 4 hidrogen de buradadırsa onda 3 amin turşusunda deməli neçə hidrogen olur? 27 hidrogen. Onda bir amin turşusunda bəli 9. Bir amin turşusunda 9 hidrogen olur. Amin turşusunun formüluna baxsaq, NH2 CN H2N COOH. Düzdür? Monoamin monokarbon turşusu. Burada nə qədər hidrogen vardır? 2N üstəgəl 3 hidrogen. O da bərabərdir 9'a. N neçədir? 3'tür. Onda nə yazırıq? NH2 C3H6 COOH. Beta amin turşu deyilsə 1, 2, 3 COOH. Alfa və beta. Onda bura nə düşür? NH2 düşür. NH2 düşür. Bu belə. Və burada amin turşunun quruluş formunu yazın. Bunu yazdı. Birinci sualın cavabı. Və beynəlxalq sulla adlandırır. Bunu beynəlxalq sulla adlandırır. Bəli. 3 amin butan turşusu. Alınmış tripeptidin nisbi molekul kütləsini hesablayın. İndi bu amin turşusunun molyar kütləsi neçədir? Əvvəlcə bunun molyar kütləsi neçədir? 103. Bundan alınan tripeptidin nisbi molekul kütləsinə qədərdir. Yəni yazır 3 amin turşusu bərabərdir tripeptid və 2 mol su. 3 bırak 103. Yəni 309 bərabər tripeptid üstəgəl 36. O da nəyə bərabərdir? 200 neçə? 273. Hə? Tripeptidin molyar kütləsi 273. Bu da bunun cevabı. On 7. sual. İkili amin deyir. Molekulda sigma rabitələrin sayı 9'dur. İkili aminin formunu yazılır. İkili amin CnHCl plus 2NH.
Bəs burada sigma rabitəsi nə qədərdir? Atom sayı nə qədərdir? 3n plus 4. Onda sigma rabitəsi 3n plus neçə? 3. O da bərabərdir 9. N bərabərdir 2. Deməli, C2 H6 NH. Belə. İki lamin deyilsə, dimetli lamindir. Dimetli lamin. X maddəsinin kimya formunu yazın. Birinci sual. Bunu yazdık. X maddəsinin tam yanma reaksiya tənini yazın, əmsallaşdırın. Bunu yazaq. Yanma təni yazaq. Elə bu cürdə yaza bilərik. Və əmsallaşdırın. Necə əmsallaşdıracaq? Elə olsun ki, tam ədəd olmalıdır. Bəli. 4, 8, azot 2, hidrogen, deməli 7, 4, 20, neçə olur? 28, su 14 olur. Oksigen 15. Yaş. Bunu yazdık. Əmsallaşdırdıq. Bu birinci sualın cavabıdır. İkinci sual. X maddəsinin tam yanmasından alınan qaz qarışımının ayrı şəkildə arıtlaması götürmüş. Kalsium hidroksi suda məhlul etdiyi qaz qarışımının həcminin neçə faiz azaldığını göstərir. Məsələn, buradan da deyə bilərik ki, məsələn, bu tənlikdən cəmi neçə moldur burada qaz qarışımı? 10 mol. Deyək ki, burada 10 moldursa, hansı əhəng su ilə daxil olur? Karbon qazı. Demək, karbon qazı əhəng su ilə daxil olur. Kalsium karbonat, bir də su. Qaz qarışımı həcmi neçə faiz azalacaq? Neçə mol azalacaq? 8 mol. 8 mol azalacaq. Burada 8 mol karbon qazı, 2 mol da azot qazı desək. 8 mol azalacaq. O da neçə faiz azalacaq? Bəli. Azalır. Deyək ki, 8 karbon qazı bölünsün 10 mol. 80 faiz azalır. On 8. Eyni mol miqdarda götürülmüş anilin və benzoldan ibarət. Molları eynidir. Deyək ki, A mol anilin, A mol benzol. 2400 qram 4%. Neçə qramdır? 96 qram bromlu su ilə reaksiyasıdır. Bromun da emeri 160. Deməli, hansı bromlu su ilə reaksiya daxil olur? Anini.
Benzol getmir. Deməli, birinci, bəli, benzol daxil olmur, alinin daxil olur. Reaksiya tərini yazırıq. Deməli, alinin əvəz olunur, ikinci, dördüncü, bir də 6-cı karbondakı hidrogenlə. Brom əvəz olunur. 3 mol bromla daxil olur. Və alınır 2, 4, 6. Üç H brom. Və baş bir reaksiya tərini yazın və qarışığın kütləsini hesablayın. İndi belə deyək. Alinin molyar kütləsi neçədir? Bunu bilək. Əmər neçədir? Alinin əmər neçədir? Bəli? 93. Yaxşı. İndi belə 1 mola 480 qramdırsa, 96 qrama da neçə mol deyirik? A mol. A da nəyə bərabərdir? 0,2 moldur. 0,2 moldur. Və 0,2 molda neçə qram deməkdir? Qarışığın kütləsini. Bu hər biri 0,2 mol. Deməli, ikinci sualın cavabı 0,2 mol. Anilin bu neçə qram deməkdir? Yəni 0,2-ni vuruq 93-ə. 18,6 qram demək. Və 0,2 molda benzol. Bu neçə qram deməkdir? Benzolun da molyar kütləsi neçədir? 78. 0,2-ni vuruq 78-ə. O da neçədir? 15,6 qram. Cəm neçə qram olur? Bəli? 34,2 qram demək. On 9. Burada nitro birləşmə verib, yəni CnH2 plus 1 NO2. Bunun hidrogenləşməsi. Nə alır deməli burada? Hidrogen reduksiyası deyək, daha doğrusu. CnH. Belə. CnH. 2n plus 1 NH2 və bir də su. X maddəsi budur. Deməli, 9 qram həmin X maddəsi, yəni CnH2 plus 1 NH2. H xlorla reaksiyası. Nə alır? CnH2 plus 1 NH3 xlor. Duz alır. 9 qrama 7,3 qram daxil olur. H xlorun molyar kütləsi neçə olur? 36,5. Yaxşı. İndi 36,5-ə də bunun molyar kütləsini taparıq. Neçə olur? 45. Yəni 14-dən plus neçə olur? 17. Bərabərdir 45. N bərabərdir 2. Deməli, bunun formulu C2H5 NH2-dir. X maddəsi C2H5 NH2. Etlamin. X maddəsinin beynəlxalq demək, N-i tap. Birinci sualın cavabı N oldu ki, bunu bildik. İkinci sual, X maddəsinin beynəlxalq adı etil amin. X maddəsinin üçüncü sual, X maddəsinin
H var eksi tənin yazın. Təbii ki yazdıq. Yəni C2H5. Yəni üçüncüdə də bunu yazacaq. C2H5 NH3 xlor. Yirminci sual. Deyir 37,5 qram nitroalkanın tam reduksiyası nəticəsində alınan suyun miqdarı 0,5 mol etilinin yanmasından alınan suyun mol miqdarına bərabərdir. Məsələn, 0,5 mol etilin yandıqda nə qədər su alınır? Bunu bilək. Deməli, yazıq. Etilinin yanması. Etilinin yanması karbon qazı və su. Birə 2'dir. Təbii ki 0,5 mola da 1 mol su. 1 mol su alır. İndi nitroalkanın reduksiyasını yazır. Nitroalkan CnHn plus 1 NO2. Bunun reduksiyası, yəni hidrogenlə reaksiyasıdır. Bu reduksiya reaksiyasıdır. Neçə mol hidrogen sərf olunur? 3 mol. Alınır amin. Və 2 mol su. Belə deyək. 2 mol su. Deməli, 37,5 qramına nə qədər su alınır? Deyil. 1 mol su alınır. Düzdür? Elə mi? Çünki suların eynidir miqdarı. Eyni mol su alınır. Amma burada neçə mol su alınır? 2 mol. 2 mol su alındığı üçün bunun molekyar kütləsini taparıq. 75. Hə, demək 75'dir. Onda yeri deyir ki, 14'dən üstəcəl neçə? 47, hə? N bərabərdir 2. C2H5 NO2. Alınan aminin kimya formulunu yazın. Amin formulu birinci sual cevabı ne oldu? C2H5 NH2. Amin molekulunda karbon atomunun hibrit orbitalını sayır. Karbonlar da hansı hibrit vəziyyətdə olur? Aminlərdə sp3. sp3 hibrit vəziyyətdədir. 2 karbon sp3-dürsə 8 hibrit orbital olacaqdır. Bu da ikinci sualın cevabı.